Herkese merhaba arkadaşlar. Siz yapıyorum. İndi bayaq gördüm, YouTube'a baxdım və gördüm ki, son koydum bir video. Çox baxış yığıb və abunəm çoxalıb. Sizi öpürəm buradan. Yəni ki, təşəkkür edirəm mənə abunə olduğunuz üçün. İndi sizə əvvəldən indikinə qədər baxdım künləri sizə deyəcəm. Əslində başqa künlər də var. Onları part 2-də çəkəcəyik arkadaşlar. Part 2 də var. Çox künəyə baxıram arkadaşlar. Ən sevdiyim künəyə baxmaqdır. Həftədə çox künəyə baxıram. Amma deyim ki, bunlar nədir arkadaşlar? Əlvəlindir. Mən indi də başqa künlərə baxıram. Bunları birinə belə baxmışsınızsa, kanalıma abunə və like atmayı unutmayın. Arkadaşlar bir de size bir şey diyeyim. Ben çəkirdim Toca Boca, Ece ailəsi. Part 2 də çəkmişəm. Part 3 gələcək. Bilməyin ki, gələcək. Amma dərsim çox olduğuna görə vaxt tapa bilmirəm. Onun üçün də çəkə bilmirəm. Amma vaxt gələcək. Yəni çəkəcəm. Video gələcək. İndi başlayaq. Birinci, mən arkadaşlar şunların çoxu, amma çoxu Türk dilindədir. Amma bir dərsi var. Güney Korelidir. Bilməm, Güney Korelidir. Bilməm. Oralara yaxındır. O Korelidir. Kaderini kendim yaz. Kinosudur. Deyərdim baxın, amma Google'da var. Google'da baxa bilərsiniz. Amma YouTube'da çıxmır. Bilməm niyə. Yəqin yasaklanıb. Amma çox qəşəng oldu. Səhv 16-17-yə can gedir. Çoxundan baxmışam. Kardeşlerim, bilirsiniz, mahmı baxıb. Əslində çox da köhnə deyil, amma indi yazmışam. Tatsız Prenses üçün baxıb ona. Yasak Elma. Yasak Elma'ya da çoxundan baxmışam. Sən Çal Qapımı. Ona da baxmışam, çox qəşəngdir. Baxt Oyunu. Buna arada da baxıram, amma qutarmışam. Qutardıqlarımı yazmışam bura. Yəni ki, bu künəyə baxıb qutarmışam. Kuzey Yıldızı, qəşəng maraqlı idi. Aşk, Mantık, İntikam, bu da maraqlıdır. Anne Çosu, çox da belə qəşəngdir, amma hər baxıram üstə, amma qutarmışam. Selena çoxdanımdır, ondan uşaq idim. İndi düzün deyim baxmıram, çox da xoşlamıram, mənim tarzım deyil, amma uşaqları çox sevirdim. Ayla, bilməm bura çosudur, bilməm Ayla çosudur. Bu çox sevirəm bunu, amma buna da baxmıram. Duy Beni çox sevirəm. Səfərəmsə 29-a getdi də, bilməm 29-a getdi, bilmirəm. Düzünü deyim nədir? Bir saat öncə buna baxırdım, Duy Beni'yə baxırdım, YouTube'da çıxdığına baxırdım. Yalan. Buna da baxıram, qəşəng oldu. Sözə çoxluğuna baxırdım, çox qəşəngdir. Yargıya baxmışam, arada baxıram. Sonra Yalıç haqqını, hamı buna aşıqdır, bilirəm. Buna mən də baxıb qutarmışam, hamı qutardı, final verib. Bambaşqa biri. Arkadaş, inanmışım, göstərim və yazmışam. Çoxdan uşaq idim, bambaşqa biri. Bunu çox da sevməmişim, amma baxıb qutarmışdım. Mən bir söz deyim, şunu çox da sevməz, amma yine baxıb qutarmalıyam. Məsələn, biri 2-cə baxarsın, 3-cə baxırsın, sonra başa düşürsən ki, hoşun gəlmədi, mənə tarzım deyim, amma maraqlanıram ki, onun davamında nə oldu, ona görə ona baxıb qutarmalıyam, sevməsəm də. Toz Qoparam, çox qəşəng baxmışam. Bir Gecə Masalı, hələ qutarmayıb, amma yine yazmışam. Hələ də baxıram. Ateş Quşları qutarıb, qəşəngdir, hoşuma gəlir. Qırğın Çiçəklər çox köklənində, ona baxmışam. Bizim Hikayə, anam baxırdı. Nədir, mən də baxırdım ona. Çox da hoşuma gəlməmişim, arada baxırdım ona baxanda. Sakla Beni, o da qəşəngdir. Sən Anlat Karadenizi. Bunu ən çoxu nədir, əmimin qızı baxır. Mən də ona baxıram. Yeni Gəlin çox gülməlidir. İyilik də qəşəngdir. Mən də baxıram.
Bu qədər idi arkadaşlar. Part 2 gələcək, hələ var. Amma bu kağızında deyil. Başqa bir dəftərim var idi. Onu tapsam part 2 çəkəcəm. Hər çox baxıram. Abone olmayı unutmayın arkadaşlar. Sizi çok seviyorum. Arkadaşlar ben bir şey çekmek istedim. Soru cevap çekmek istedim. Nədir? Soru cevap vermək üçün istəyirsiniz nədir? Nədir videonun altına yorumları bırakın. Məsələn adımı bilirsiniz. Harda yaşayıram, neçə yaşayıram. Bunları yazmaq istəyirsinizsə siz yorumlar yazın. Mən də bir vərəqə yazıb və bunu bir videoya çevirmək olar. Yəni soru cevap videosuna. İstəyirsinizsə yorumlar yazın. Siz öpürüm arkadaşlar.